Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bugünkü videomuzda təlim üsullarından danışırıq. İlk öncə qeyd etmək istəyirəm ki, biz təlim üsulları ifadəsini başqa ifadələr altında da görə bilərik. Məsələn, təlim strategiyaları, təlim texnikaları, iş üsulları, iş texnikaları, iş strategiyaları, iş metodları və s. adı altında biz təlim üsulları ifadəsini görə bilərik. Heç bir çaşqınlıq yaşamırıq. Söhbət elə bu təlim üsullarından gedir. Demək müəllimlər, iş üsulları, təlim üsulları var və müəllim 45 dəqiqə dərs ərzində məqsədindən asılı olaraq, yəni təlim nəticəsində göstərilən məqsəddən asılı olaraq bu üsullardan istifadə edir. Hər bir üsulun da özünə məxsus xüsusiyyəti, işlənmə, belə deyək, strategiyası var və biz bugün həmin o açar məqamlardan danışacağıq, hansı ki, təlim üsulları mövzusuna həm sertifikasiya imtahanlarında, həm MIQ imtahanlarında toxunulur. İlk öncə danışmaq istəyirəm müəllimlər müzakirə üsullarından. Müzakirə üsulları bunlardır: beyin həmləsi, Sokrat dialoqu, akvarium, müzakirə xəritəsi, qərarlar ağacı, debat, sinektika və s. ola bilər, amma tam olaraq çərçivə sənədində qeyd olunanlar bunlardır. İlk öncə qeyd etmək istəyirəm ki, beyin həmləsi şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir. Sokrat dialoqunda problemin həlli vacib deyil. Əsas olan şagirdlərin müzakirə bacarıqlarının inkişafıdır. Akvariumda daxili xarici qruplar olur, yoldaş qiymətləndirməsi var. Müzakirə xəritəsi bildiyimiz müzakirə üsuludur. Qərarlar ağacında müsbət mənfi tərəflər təhlil olunmalıdır və qərar verilməlidir. Debat ən böyük, ən önəmli müzakirə üsullarımızdan biridir. Leyhinə və əleyhinə fikirlər səsləndirilir və bir çox növləri var, lakin qısa danışırıq. Debat şagirdlərdə daha çox dəyərləndirmə mərhələsinin inkişafına şərait yaradır. Sinektika önəmi ondan ibarətdir ki, yalnız qrup halında aparılır və şagirdlərin kreativ düşüncəsini, yaradıcı düşüncəsini qrup halında inkişaf etdirir. Ümumiyyətlə, müzakirə üsullarının hər birində tənqidi təfəkkür, tənqidi düşüncə inkişaf edir. Sonra yoldaş qiymətləndirməsi olan üsullarımız. Yəqin ki, bilirsiniz də yoldaş qiymətləndirməsi nədirsə. Bir yoldaş digərinin işinə, belə deyək, ya müşahidə edir, ya da onu qiymətləndirir, rəy verir. Bunlar karusel və akvariumdur müəllimlər. Sadəcə ikisi. Fikirlərin lakonik, qısa deməkdir. Qısa ifadəsini özündə əks etdirən üsullar Sinkveyn və klaster üsuludur. Bu arada klaster üsulu həm köhnə biliklərin üzə çıxarılmasına istifadə olunur, həm də diaqnostik qiymətləndirmə kimi istifadə oluna bilir. Sinkveyn həm də beşlik deməkdir müəllimlər. Böyük bir mətni qısa sözlərlə ifadəsini özündə əks etdirir. Çox önəmli bir üsullardan biridir. Oxuyub anlama bacarığını şagirdlərdə inkişaf etdirir. Qeyd etmə üsulları cəmi 2 dənədir. 3-2-1 və insert metodu. Bunlara belə deyək, burada qeyd götürmə, qeyd aparma bacarıqları şagirdlərdə inkişaf etdiyi üçün bunu bura qeyd etmişik. Insert metoduna bəzən işarələr sistemi də deyirlər. Diaqnostik qiymətləndirmədə istifadə oluna bilən üsullarımız BIBÖ və klasterdir müəllimlər. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərimiz bundan istifadə edə bilərlər. Refleksiya bilirsiniz ki, prosesin sonunda və daha çox dərsin sonunda aparılır və 3-2-1 BIBÖ deməli refleksiya üsulu adlanır. Gördüyümüz kimi BIBÖ üsulu həm də diaqnostik qiymətləndirmə kimi dərsin əvvəlində aparıla bilər. Sonra danışırıq biz sual bacarığı, sual vermə və yaxud da sual tərtibi bacarığı inkişaf etdirən təlim üsulları hansılardır? Diqqətli olaq: Sokrat dialoqu, BIBÖ, debat, mən kiməm, Bloom kubu, 3-2-1, bir də Kipling modeli 4N1KH modelini biz misal göstərə bilərik müəllimlər. Sonra demək danışırıq köhnə biliklərin istifadə bacarığından. Elə üsullar var ki, onlar şagirdlərdə köhnə bilikləri aktuallaşdırır, daha doğrusu aktivləşdirir və onların istifadəsinə köklənir. Bu üsullar klasterdir, aksiyondur, BIBÖ-dür, 3-2-1-dir və mən kiməmdir. Bir də bizim belə bir texnikamız var. Düşün, cütləş, bölüş və yaxud da paylaş texnikası. Burada 3 dənə üsulumuz aiddir. Qartopu, sinif küçüləri və bir də elə düşün, cütləş, bölüş texnikasının özü.
Sinif küçləri şagirdləri hərəkətə gətirən üsullardan biridir. Yəni şagirdlər üsulun gedişatından asılı olaraq sinif küçlərinə yığılışırlar, belə ifadə eləyək bunu. Belə müəllimlər, təbii ki, üsullar var, çoxdur. Biz çərçivə sənədi üzrə səhv etmirəmsə, təxmini 32-33 üsul öyrənirik və üsullar haqqında əsas bilməli olduğumuz məqamlar bunlardır ki, onları öyrənmək bizim üçün rahat olsun. Bəzən müəllimlər düşünürlər ki, bunu əzbərləməliyik. Xeyr müəllimlər, sadəcə keçirilmə üsulunu bilmək, yəni istifadə qaydasını bilmək və mənim bu çəkdiyim, izah etdiyim videoya diqqətlə baxmaq sizin işinizi çox asanlaşdıracaq. Ona görə də müəllimlər diqqətlə izləyib qeydlərinizi götürə bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün.